Salam əziz şagirdlər. Deməli biz 9-cu siniflərə kömək məqsədi ilə 9-cu sinif 2024-cü ildə düşən buraxılış suallarını şagirdlərimizə izah eləyək ki, inşallah qarşıdakı sınaq imtahanlarında, buraxılış imtahanlarında onlara kömək olsun. Və hər kəsə uğurlar arzulayıram. Baxaq birinci suala. Nöqtələrdən neçəsi ad üsxətinə aid deyil? Göründüyü kimi ad üsxəti üzərində verilən nöqtələrdən C-dir, D-dir, Y-dir, K-dir. 4 dənə nöqtə var ki, ad üsxətinin üzərində deyil. Digər 3 nöqtə ad üsxətinin üzərindədir və cavab olaraq C variantını götürə bilərik ki, 4 üzərində deyil. Keçək ikinci suala. Vurğulara ayırın. Görünür ki, hər birində 5A vurğu var. 5A-nı çıxardaram qarşıya. Birinci olar x kvadratı çıxaq, ikincidə qalır 4. 5A-nı x kvadrat çıxaq 4-ə vursaq, x kvadrat çıxaq 4-ə, x çıxaq 2, x üstə gəlsin 2 kimi yazsaq, deməli hasil formada olar ki, o da uyğun cavablardan hansına uyğun gəlir? Y variantına uyğundur. Keçək nömrə 3-ə. Üçbucağın bir daxili bucağı 44 və xarici bucaqlardan biri 138 dərəcə olarsa, üçbucağın ən kiçik daxili bucağını tapın. Deyək ki, bax bir dənə üçbucaq çəkirik. Üçbucağın bir daxili bucağı 44. Bu daxili bucaq 44-dürsə, buna uyğun xarici bucaq neçə dərəcə olur? 180 olması üçün 180-dən 44-ün çıxanda 136. Deyir ki, xarici bucaqlarından biri 138-dir. Deməli, bu bucaq 138 olması üçün onda bura 138-dir. Buna uyğun daxili bucaq neçə dərəcə olur? 42 dərəcə olurmu? 42 dərəcə. 44 bu, 42 də bu. Cəmi neçə eləyir? 86. 86 ise üçbucağın bucaqlarının cəmi 180 olması üçün onda bura neçə qalır? 94 dərəcə ki, cəmi 180 eləsin. Eləmi? Ən kiçik daxili bucağını tap, ən kiçik daxili bucaq burada görünür ki, 22 dərəcəyə bərabər. Bağışlayın, 42 dərəcəyə bərabərdir. Cavab olaraq A. Sonra 5/2 çıxaq 2/3-ün ifadənin qiymətini sadələşdirin. Biraz qalınlığı nazildək və rəngimizi qarı eləyək ki, yaxşı görün. Deməli, bu A çıxaq B-nin mötərizə kvadratının açılışıdır. Birincinin kvadratı. 5/2-ni kvadrata yüksəldəndə 5-in kvadratı 25, -2-nin kvadratı 2 edir 50. Üstə gəlsin ikincinin kvadratı. 2/3-ün kvadratı 2-nin kvadratı 4, -2-ün kvadratı 3 eləyir neçə? 12. Çıxaq birincinin ikincisinin 2 misli. 5/2-ni 2/3-ə vuranda 10/6, 2 misildə 20/6. Üstə gəlsin yenə 20/6. 20/6 müsbət mənfi, 50-nin üstünə 12 gəlsək 62 və olar B bəndi. 5-ci sualımıza baxaq. 5-ci sual. Gəlin hər tərəfi 10-a vuraq ki, kəsrdən canımız qutarsın. Kəsrdən canımız qutarsın və biz bir dəyişənli xətt təlini kimi əldə edə bilək. 5 ilə 2 əkob 10-dur. Hər birini 10-a vuraq. Hər birini vururuq. Toplananların hər birini. 4-ü 10-a vuranda 40 üstə gəlsin. Bu kəsiri mən 10-a vururamsa, məxrəcdəki 5 ilə 10 ixtisa gedir, 2-yə vurmuş oluram. 2-ni 1-3x-ə vururuqsa, olur 2 çıxaq 6x bərabərdir. Bax, ikinci kəsirin qarşısında mənfi var. Mənfi mötərizədəki bu hər bir ifadənin əksinə dəyişəcək. Bunu da 10-a vururuqsa, 2 ilə 10 ixtisar getsə, neçəyə vurmuş olarıq? 5-ə. Olur -5x, mənfi bir də mənfi. Qarşısına müsbət eləyin, üstə gəlsin 25. Mənfi 6x-i keçsək 5x-in yanına müsbət 6x olar. 6x-dən 5x çıxanda bir dənə x qalar, bərabərdir. 40-ın üstünə 2 gələn 42, 25 də keçsə 42-nin yanına qalar 17. Deməli, x-imiz bərabərdir 17. Ədədlərdən neçəsi təkdir? 9-cu sinifə düşüb görünür ki, nə qədər sadədir. Tək ədəd 55-dir, 63-dür, 303-dür, 399-dur. Deməli, neçəsi tək oldu? 4 dənəsi tək ədəd oldu. Tənlinin neçə həqiqi kökü var? Tənlinin həqiqi kökünün olması üçün kvadrat tənlikdir. Biz diskriminanta baxaq görüm. Diskriminant nədir? D bərabərdir. B kvadrat çıxaq 4AC-dir. Əgər bura müsbət olsa 2 kök olar. Yadımıza salaq ki, D sıfırdan böyük olanda 2 kök olur. D sıfıra bərabər olanda 1 kök olur. D sıfırdan kiçik olanda
həlli olmur. B-nin yerində 6 durur. 6-nın kvadratı 36 çıxaq 4 vuraq. A-nın yerində 1 durur. C-nin yerində 12 durur. 36-dan da 48-in çıxanda -12 qalır. -12 də 0-dan kiçik olduğuna görə təlinin həqiqi kökü yoxdur. Keçək növbəti suala. Diaqramda 2 ərzində satılan məhsulların sayı göstərilmişdir. Biraz kiçikdən məhsulumuz göstərilsin. Yanvar ayında satılmış skaner və printerlərin cəmi fevral ayında satılmış mouse və notebookların cəmi neçə faizini təşkil edir? Gəlin baxaq. Yanvar ayında, yanvar görünür ki, bu yanvar ayında satılmış skaner və printer. Baxaq yanvar ayında satılan skaner və printerlərə. Skaner və printer. Cəmi neçə dənədir? 40 dənə. 40 dənə deməli skanerdir. 20 dənə də printer. Cəmi neçə dənədir? 60 dənə. Mouse və notebooklar. Fevral ayında mouse və notebookların cəminin. Fevral ayında baxaq. Fevral ayında mouse və notebook. Mouse bir buranı götürəcək. Bir də notebook. Bir də buranı götürəcək. Baxaq görün bunun hərəsi 10 dənədirsə 10, 20, 30, 40, 50, 60 dənə yenə 60 dənə mouse'dur. 1, 2, 3, 4, 40 dənə də notebookdur. Cəmi neçə dənədir? 100 dənə. Neçə faizini təşkil edir? Deməli 60 üstünə 40 gələndə 100 dənə. Əvvəl neçə dənə idi? Skanerlə printer neçə dənə idi? 60 dənə idi, düzdür? 60 ədədi 100-ün neçə faizini təşkil edir? 60-ı bölürük 100-ə, vururuq 100-ə. İxtisar getdi, bərabər oldu 60%. Cavab olaraq 60 deyə bilərik. Sonra əkob 60-80 bölsün əbob 60-80. Bilirik ki, eyni ədədlərin əkobunu əbobuna böləndə 60 ilə 80-in əbobunu tapsaq, ortaq olmayan vurğuların hasili. Demişik ki, hər birindən eyni sayda 0-ı silib 2, 5 yaza bilərik. Yerdə qaldı 6 ilə 8. Hər biri 2-yə ixtisar gedir. 3-ü qalır, 2-yə ixtisar gedir, 4-ü qalır. Artıq bu 3 ilə 4 heç birinə ixtisar olunmursa, elə bu əkob bölüncün əbobu verir. 3-ü də 4-ə vuranda 12. Və C ədədi həmən o sonda qalan ədədlərin hasilidir. 12-yə bərabərdir. -4,2 koordinat oxu üzərində hansı qonşu iki tam ədədlər arasında yerləşir? -4,2 dedikdə uşaqlar. -4 buradır, -5 bura. 4,2 düşür. Bunu 3 yerə bölsək, bunun 3-dən ikincisinə düşər. -4,2 bax buradır, -4,2. Və o da -5 ilə -4 arasında yerləşir. -5 ilə -4 arasında yerləşir. Sonra keçək növbəti suala, 14-cü suala. Çoxluqları verilmişdir. A birləşir B kəsişir C-nə. A ilə B-nin birləşməsi bizə nə verər? A ilə B-nin birləşməsi bizə verir 1, 2, 3, 4. 4 var, 5, 6-nı. Təzədən onu C ilə kəsişdirsək. Hər birində 2 var. 3 var, hər birində var. 5 var, hər birində var. Ayrı var. 7 ilə 8 o ikisində varmı? Xeyr. Deməli 2, 3, 5. 2, 3, 5 olan hansıdır? B variantı. Fiqurun qırıq xətlər üzrə qatılasaq düzbucaqlı parlapet formalı qutu alınır. Bu qutu nəzmi tapın. Deməli, biz düzbucaqlı parlapetin nəzmi V bərabərdir. A vuraq, B vuraq, C. Deməli, bu düzbucaqlı parlapetin uzunluğu görünür ki 6-dır. A bərabərdir 6-dır. Görünür ki, hündürlüyü 2-dir. Yəni, C bərabərdir 2-dir. Görünür ki, eni də 5-dir. B bərabər 5-dir. A vuraq, B vuraq, C-ni də 3-ünü də bir-birinə vuraq eləyər 60 və cavab olaraq D-ni qeyd eləyə bilərik. Sonra ABC üçbucağında M-in AS-yə paralel AC 40-dır. AC-ni 40 verir. CN 18-dir. BN 12-dir. M-in parçasının uzunluğu da M-in də olsun X. Oxşar üçbucaqların xassəsini desək ki, üçbucaq A, B, C oxşardır. Üçbucaq
daha doğrusu üçbucaq işarəsi olmalıdır. Üçbucaq M, B, N-ə. Buradan alırıq ki, 40-ın nisbəti x-ə bərabərdir. BC tərəfi ümumi 30-dur. 30-un nisbəti 12-yə. Buradan x bərabərdir. 40 vuraq 12 bölünsün 30. İxtisar eləsək sıfırları. 12 ilə də 3-ü ixtisar eləsək 4. 4-dən 4, 16. Deməli, M-in uzunluğu neçə oldu? 16 oldu. Keçək növbəti suala. Ən böyük iki rəqəmli ədədlə ən böyük iki rəqəmli ədədimiz 99-dur. Məxrəci 33 olan ən böyük düzgün kəsir. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. İxtisar eləsəm 1 dəfə, 3 dəfə. 3-ü də 32-yə vursaq 96. Hasilini soruşursa 96-ya bərabər. Mərkəzi koordinat başlanğıcında olan iki çevrə uyğun olaraq baxaq görün mərkəzi koordinat başlanğıcında olan iki çevrə. Biri x-i 0, x-i 6, y-i 0 olan nöqtədən keçir. Belə bir çevrədir. O birisində rəngini dəyişək. Eləyək, qırmızı eləyək görək nə deyir. O birisi x-i 0, y-i -4. Yəni deməli, o biri çevrə bundan nisbətən kiçikdir. AB üçbucağının sahəsini tapın. A nöqtəsi burada, B nöqtəsi burada. Görünür ki, burada bir dənə düzbucaqlı üçbucaq var. Biraz rəngini dəyişin. Baba, burada bir dənə görürsünüz. Düzbucaqlı üçbucaq yarandı. Biraz ola bilər ki, rəngimizi çox böyük götürdük. Olsun. Düzbucaqlı üçbucağın katetlərindən biri 4. Yəni, belə bir düzbucaqlı üçbucaq oldu. Katetlərindən biri 4, biri də 6-dır. S bərabərdir 2-də 1 AB. 2-də 1 vuraq 4 vuraq 6. O da bərabərdir 12. Sahə neçə oldu? 12-yə bərabər oldu. Yəni, S bərabərdir. Burada bizim düzbucaqlı paralel kimi fiqurumuz var idi. Sonra M və N bir ədədlərinin cəmi dərəcəsi 18, yəni M ilə N-in bir ədədlərinin dərəcələri 18-dirsə, M bir ədədinin dərəcəsi 6-dırsa, o çox ədədin dərəcəsi o zaman ən böyük olur ki, ondakı iştirak edən ən yüksək bir ədədin dərəcəsi olsun. Deməli, elə N-in dərəcəsi 18 imiş ki, onların cəminin də dərəcəsi 18 olur. Yəni, ən böyüyünü götürməliyik. Baxaq görün, növbəti sualımız hansıdır? Ayselin 17 bədii, 18 elmi kitab var. O kitabların 10'unu satdıqdan sonra təsadüfi bir kitab seçdi. Amma bilinmir ki, bu kitablardan hansı bədidir, hansı elmidir. Cəmi neçə kitab var? 35 dənə kitabı var, düzdür? 35 dənə kitabı. 10'unu satıb. Gəlin belə deyək. Bunun 10 dənəsi, x dənəsi olsun bədii, x dənəsi olsun bədii. 10 minus x dənəsi olsun elmi. Elmi kitab. Bir kitab seçdi. Bu kitabın elmi kitab olması ehtimalı 5'də 2. Deməli, gəlin baxın. Elmi kitabdırsa, neçə dənə seçdi bundan? 10 minus x-dir. 10'unu satıbdır, düzdür? 10'unu satıbdır. 10 minus x-i satıbdır. Nə qədər qalıbdır? Cəmi neçə dənə idi? 18 dənə idi. Həmən 18-dən bu 10 minus x-i çıxaq görün nə qalır? 8 plus x dənə elmi qalıb. Elmi. 17 kitabdan da x-in satıbsa qalıb bədii. Bədii. Düzdür? Bədii. İndi deyir ki, təsadüfən bir kitab seçdi. Və bu kitab elmi kitab olmaz. Onda 8 plus x-i bölərik. Neçə kitab qalıb cəmi? 10 kitab satıbsa, 35 kitabdan 10'unu satıbsa neçəsi qalıb? 25'i qalıb. Bölərəm 25'ə bərabərdir 5'də 2. Buradan görün uşaqlar, 25'i 5'ə bölüb də, düzdürmü? 5'i düşür. Deməli, sürəti də 5'ə bölüb ki, ikisi düşür. 8 plus x-imiz 10 imişsə, x-imiz neçə imiş? 2. X-i 2 tapdıq. Bizdən elmi kitab, neçə elmi kitab satıb? Elmi kitabların satılanı 10 minus x demişdik. Ondan da ikisini çıxsaq, bərabər olur neçəyə? 8.
Cavab olaraq deyərik ki, 8-dən elmi kitab satılıb və 2 dənə də bədii kitab satılıb. Sonra 21-ci suala baxaq. X də gəlsin 2y bölünsün, y bərabər 4 olursa, y-in ən kiçik qiymətini tap. Burada biz nə edə bilərik? X də gəlsin y hansı ədədlər arasında verib? 4 ilə 7 ilə 20 aralığında veribsə, x üstə gəlinsin, gəl belə eləyək. X üstə gəlinsin 2y bərabərdir 4y. Buradan alırıq ki, x bərabərdir 2y. X-in yerinə gətir 2y burada yazaq. Onda nə eləyir? 3y-imiz böyükdür 7-dən, kiçikdir 20-dən. Kiçikdir 20-dən. Hər tərəfi 3-ə bölsək, y böyükdür, deyək ki, 2/1-dən, kiçikdir 6/2-dən. Bizdən nəyi soruşur? Y-in ən kiçik tam qiyməti. 2/1-dən də böyük, ən kiçik tam qiyməti neçədir? 3-ün özüdür ki, y ən kiçik 3 ola bilər. Sonra ana və qızının yaşları cəmi 62-dir. Baxaq görək. Ana və qızının olsun ana və qızı. Ana və qızının yaşlarının cəmi 62-dir. Ananın x yaşı varsa, qızın olsun 62 minus x yaşı. Düzdür? 62 minus x yaşı. 4 il əvvəlki yaşı, ananın 4 il əvvəlki yaşı. Ananın 4 il əvvəlki yaşı x minus 4. Qızın 4 il əvvəlki yaşı nə olur? Bundan 4'ü çıxsaq 68 minus x olur da, düzdür? Ananın 4 il əvvəlki yaşı qızının 6 il sonraki yaşından. İndi baxaq. 6 il sonraki yaşından. Qızın yaşı 62 minus x-dirsə, bunun 6 il sonraki yaşı nə olar? 68 minus x. Yaşından 3 dəfə çoxdur. Deməli, mən bunu 3-ə vursam, bərabər olar x minus 4-ə. Vuraq açaq. 4 yazaq 2-yə, 18, 20, 204 çıxaq 3x. Bərabərdir x minus 4-ə. 3x-i keçsək sağa, 4x bərabərdir 208. X bərabərdir 52. Ananın yaşını tapdıq 52. Nəyi soruşur? Ananın indiki yaşını tap. Elə ananın indiki yaşı 52-dir ki, cavab odur. 23. Qrafikdə test tapşırıqların eyni gündə yerinə yetirilməsi başlayan Akif və Elnurun hər gün sonunda qalan sualların sayı günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Akif və Elnurun qalan sual sayları bərabər olar. İndi gəlin baxaq. Bu uşaqlar bir nömrə y bərabərdir kx plus b düz xəttinə uyğun hesablanar. Görürsünüz, x və y-i kəsdiyi nöqtələr. İkisi də kx plus b-nin qrafikidir. Bir-birinə bərabər götürəcək. Deməli, birinci, y bərabər kx plus b-nin qrafikini quranda demişdi ki, bu b1 olsun, k1, b1. Y harada kəsirsə o b-dir. Deməli, b-miz neçədir? 200. 2100. Gəl k-nı tapaq. K bərabərdirmi? Mənfi y bölünsün x. O da bərabər mənfi 2100 bölünsün 15. Bizə nə verər? 115-in içində 210-un içində 15 desin 14 dəfə düşür 140. Eləmi? K-mız mənfi 140 oldu. K1-imiz. Onda qrafikimiz nə olur? Y1 bərabərdir. Mənfi 142 üstə gəlsin. B1-imiz nədir? 2100. İndi gəlin Y2-ni tapaq. Y2 bərabərdir. B2-miz neçədir? 1800. K2-ni tapaq. K2 bərabərdir. Mənfi yenə Y bölsün 2. İndi o Y-i 1800-ü bölərik 20-yə. Bu da mənfi 900-ü verdi mi? B-si neçədir? B-si də 1800-dür. Onda Y2 bərabərdir mi? Mənfi 900 üstə gəlsin 1800. Bunlar da kəsişirsə, yəni bərabər olursa bərabərdir. Yazaq ki, mənfi 140x üstə gəlsin 2100 bərabərdir mənfi 900 x üstə gəlsin 1800. Mənfi 900 keçidirik sol tərəfə, müsbət 900 olur, 900. 900-dən 140-ını çıxanda 760 qalırmı? 760x bərabərdir. Burada 2100
Keçir sağ tərəfə. Keçir sağ tərəfə. Neçə eləyir? Mənfi uşaqlar, burada biz hesablama səhv eləmişik. Burada 900 yox, burada 90x eləyirik. Çünki 1800-ü 20-yə böləndə 90-ı düşürtürük. 900 yazmışıq, hesablamamıza da təsir elədi. 900 elirsə, 90 elirsə. Mənfi 140x-i keçirdək 90-ın yanına, müsbət 140-dan 90-a çıxanda 50x bərabərdir. 1800-də 2100-ün yanına keçir, qalır 300. Bunda x bərabərdir 6. Neçənci günün, deməli x-imiz 6-dır ki, 6-cı günün sonunda bax bunun x-i bərabər olar. Cavab olaraq 6 gündə qeyd edə bilər. Sonra keçək növbəti. Perimetri 20 olan bərabər yanlı trapesiyanın, gəlin bir dənə bərabər yanlı trapesiya çəkək. Perimetri 20-dir. P bərabərdir 20 veribdir. İti bucağı 60-dır. Bax, bu bucaq 60-dırsa, onda bu biri bucaq da 60-dır. Düzdürmü? Diaqonalı oturacaqla 60 dərəcəli bucağa, 30 dərəcəli bucağa əmələ gətirir. İndi diaqonal 30 dərəcədirsə, onda bu 60 idi, axı burada 30-dur. İnşallah, bax, çarpaz bucaqların xassəsinə görə 30-dursa, buna çarpaz olan burada 30-dur. Bərabər yanlış bucaq oldu. Bura A-dır, burada A-dır. Onda burada A olur. Düzdür? İndi burada yarandı 60 dərəcə, 30 dərəcə. Deməli, bu yuxarıdakı bucağımız düz bucaqdır. 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısıdırsa, aşağı oturacaq oldu 2A. Onda gəlin perimetrinə baxaq. 3A aşağıda da 2A. 5A bərabərdir 20-dirsə, A bərabərdir 4. Bizdən də kiçik oturacağın uzunluğu soruşur, ilə kiçik oturacaq A-dır ki, uzunluğu 4-ə bərabər. ABC üçbucağında BM 12, BM 12, SM 16, ABM, ABM bax bu sahəni verib 60 olarsa ABC üçbucağın sahəsini tapın. Bax, bu ümumi neçə olur? 28. Hansı hissəsidir? 12. Deməli, 28-də 12 hissəsi 60 olan ədədi tapmalıyıq ki, ümumi oturacaq 28-dir, onun 12 olan hissəsi 60-dır. Hissəsi 60 olan ədədi tapaq. Buradan S bərabərdir. 60-ı 28-də 12-yə vurub bölmək, tərsinə vurmaqdır. 12-də 28, bir dəfə, bir də 5 dəfə. 5-i də 28-ə vursak 140. Deməli, ümumi üçbucağın sahəsi oldu 140. Ola bilərdi ki, bizdən AMC-ni, yəni buranı soruşsun. 140-dan 60-ı çıxardıq, dərdi oraq olar 80. Bir variant yazdıq. Bu növbəti variantında növbəti dərsdə izah eləyəcəm. İnşallah köməyim dəymiş olar sizlərə.